Müəllim, son günlər məktəbli uniforması gündəmdədir. Siz bu haqda nə düşünürsünüz? Məktəbli uniforması təkcə bu gün yox, bütün tədris illərində, demək olar bütün dünyada gündəmdə olan bir mövzudur. Əleyhinə fikirlər var, həm də əleyhinə fikirlər var. Fərqli nümunələr də göstərə bilərik. Məsələn, Finlandiya dünyada məktəb təhsilində öncül ölkələrdən sayılır, amma orada məktəbli forması vacib deyil. Həmçinin Avropanın bir çox ölkələrində də biz bu halı müşahidə edirik. Məktəbli forması müşahidə olunan təhsili inkişaf etmiş ölkələr də var. Dediyimiz kimi burada fikirlər fərqlidir, səsləndirilən arqumentlər fərqlidir. Ən çox səslənən fikir zəngin və kasıblar arasındakı bərabərliyin təmin edilməsidir. Düşünürəm ki, bu fikir artıq qüvvədən düşüb. Çünki məktəblilərin çantasının qiyməti və keyfiyyəti çox aşkar görünə bilir. Məktəblilərin məktəbdə qidalanma üçün apardığı qida məhsulları, eyni zamanda cib xərclikləri artıq uşaqlar arasındakı həmin fərqi aşkar göstərə bilir. Eyni zamanda məktəbə gəlmə tərzləri. Məsəl üçün, məktəbdən 5 kilometr aralıda, 6 kilometr aralıda yaşayan 3-4 ailəni nəzərə alsaq, biri piyada gedir, məsələn, yağışlı bir havada, biri avtobusla gedir, biri öz ailəsinin maşını ilə gedir, digər biri özəl sürücü vasitəsilə məktəbə gedə bilir və bunlar hamısı həmin o iqtisadi fərqləri aşkar şəkildə göstərir. Eyni zamanda məktəb vəsaitlərinin, ləvazimatlarının özləri də. Tutaq ki, qələmlər bu gün 10 qəpikdən onlarla manata qədər qiyməti dəyişir. Uşaqlar istifadə edə bilərlər. Müxtəlif geyim aksesuarları, ayaqqabılar, çəkmələr, qızların sırğaları, idman dərsində istifadə olunan idman uniformaları, bunların hamısı çox kəskin fərqli qiymətlərdə bazarda var. Eyni zamanda müxtəlif brendlər tanınır və bu məktəblər arasında da bilinir. Yəni bu fərqi biz bugünkü gün gizlədə bilmirik. Sovet dövründə mümkün idi. Tutaq ki, qapalı idi, o qədər istehsal çox deyil idi, ticarət geniş deyil idi. Bunu mümkün qədər qorumaq olurdu. Amma indiki dövrdə bu aktual deyil, təəssüf ki. Və bəzən də təəssüf ki, bizim cəmiyyətdə zəngin təbəqəyə qarşı sanki bir nifrət müşahidə olunur. Yəni insanlar tutaq ki, birinin maşını varsa, övladını məktəbə maşınla gətirirsə, bu onun tam təbii haqqıdır. Biz onu qınaya bilmərik. Və yaxud da daha keyfiyyətli ayaqqabı ilə təmin eləyirsə, biz onu qınaya bilmərik və məktəb qadağalar etməklə bu məsələləri həll edə bilməz. Çünki biz cəmiyyətə bu insanları hazırlayırıqsa, onlar bilməlidir ki, cəmiyyətdə müxtəlif təbəqədə kasıb da olur, orta təbəqədə olur, zəngində olur və o uşaqların özləri də böyüyəndə müxtəlif maddi imkanlara sahib olacaqlar. Biri karyerasının əvvəlində nisbətən az maaş alır, daha sonraki illərdə təcrübəsi artdıqca maaşı çoxala bilir. Müxtəlif səbəblərdən, məsələn, birinin evi yanır, biraz maddi imkanı zəifləyir, qəza keçirir, xəstəlik keçirir. Bunu biz uşaqlara izah eləməliyik. Və dediyim kimi, keyfiyyətli və daha bahalı məhsullardan istifadə edənlər həmişə bunu göstəriş üçün eləmir. Yəni, hər bir kəs istəyir ki, soyuq bir gündə övladını maşınla məktəbə aparsın. Burada bir qəbahətli düşüncə yoxdur. Və nisbətən o zəngin və kasıb fərqini qınayanların özləri də arzulayır ki, öz övladı üçün həmin yaxşı şəraiti təşkil eləsin. Müəllim, və yenə də səslənən fikirlərdən hicab və digər aksesuarların istifadəsi ilə bağlıdır. Qızlar tərəfindən saç bəndləri deyilən, hansı ki, abadok kimi tanınır, broşka, bantik kimi tanınan aksesuarlar, lentlər, hicab, eyni zamanda sırğalar istifadə olunur. Dünyanın müxtəlif ölkələrində. Düşünürəm ki, bu aksesuarlar, ümumiyyətlə bütün geyim aksesuarları dərs prosesinə problem yaratmadığı halda məqbul sayıla bilər. Əsasən dərsə nələr problem yarada bilir? 1. Kəskin qoxulardan istifadə, yəni digər uşaqları, müəllimi narahat eləyə bilər, bəzi sinif yoldaşlarında allergiya ola bilər və s. Səs yaradan ayaqqabılar. Oğlanlar bəzən nal deyilən aksesuarlardan istifadə edir, ayaqqabının dabanının yeyilməməsi üçün və bəzən də elə xüsusi səs yaradaraq diqqət çəkmək üçün. Qızlar bəzən dikdaban ayaqqabılardan, xüsusi səs yaradan ayaqqabılardan istifadə edir. Bu, xüsusilə yazılı çalışmalar zamanı hərəkət edərkən
problem yarada bilər və yaxud da açıq-saçıq geyimlər hansı ki, kənar şəxslərin diqqətini cəlb eləyə bilər. Amma digər aksesuarlar, ayaqqabı olsun, çəkmə olsun, papaq olsun, yaylıq, əlcək və s. aksesuarlar məktəbli formalarına əlavə olunur. Ümumiyyətlə biz görürük ki, məktəbli formasına qarşı uşaqların da yanaşması birmənalı olmur. Yaş psixologiyasına əsasən də biz deyə bilərik ki, şagirdlər fərqlənmək istəyirlər, xüsusən yeniyetmə yaş dövrlərində. Hətta bunu məktəbli formasını müəyyən dərəcədə pozmaqla da göstərə bilirlər. Məsələn, köynəyi şalvarın üzərinə çıxardırlar, qalstuku ya boş bağlayırlar, ya ümumiyyətlə bağlamaq istəmirlər bəzən. Və yaxud da məsələn, jaketi tutaq ki, çiyinlərinin üzərindən atırlar. Bəzən uşaqlar məktəbli formasını istəmir, çünki sərbəst şəkildə öz zövqlərini göstərə bilmirlər. Və yaxud da ki, tutaq ki, rəng məsələsi problem yarada bilir. Bir şagird, məsələn, mavi rəngi və yaxud da tünd qırmızı rəngi sevmir, amma təsadüfən məktəbli forması bu rəngdə olur və şagird illər uzunu bu formanı geyinməyə məcburdursa, artıq onda bir problemlər yarada bilir. Biz dünya praktikasına da baxanda görürük ki, müəllimlər, məktəb rəhbərlikləri bu barədə biraz güzəştə getməyə meyilli olurlar. Çünki başa düşüləndir ki, şagirdlər onlara qadağaları səsləndirən müəllimlərə qarşı və dolayısıyla dərslərə qarşı biraz soyuyurlar. Ona görə də düşünürəm ki, aksesuarların istifadəsi və yaxud da aksesuarlarda müxtəlif çalarlar. Məsələn, şərflərdə oğlanlar müxtəlif idman klublarının simvollarından istifadə edə bilirlər. Məktəbli çantalarında tutaq ki, hər kəs öz hobbisinə görə birinin çantasının üzərində top şəkli ola bilər, birinin çantasının üzərində hansısa heyvan şəkilləri ola bilər. Bu onların hobbiləri, maraqları, dünya görüşünə uyğun hansısa elementlərin olması da ciddi problem deyil. Yəni uşaqların fərqliliyi əslində yaxşıdır, çünki fərqli dünya görüşünə sahib olduğunu bir göstərirlər.